Dünya hərb tarixinə böyük təsir göstərmiş, ancaq bizim gözümüzdən yayınmış olan 5 hərbi kəşf. Videolarımıza axıra qədər dəstək olmanızı sizdən xahiş edirəm və bir şeydə üzr istəyirəm ki, bəzi şəkilləri qoya bilməyəcəm, çünki TikTok hərbi şəkilləri bloka salır. 1. İlk torpeda. İlk torpeda 1866-cı ildə İngilis mühəndisi Whitehead tərəfindən deməli, ixtira edilmiş və Temza çayında sınaqdan keçirilmişdi. Lakin torpedanın ilk uğurlu tətbiqi 1878-ci ilin noyabrında Rus admiralı Stepan Makarov tərəfindən Osmanlı gəmisi intibaha qarşı Batumi limanında həyata keçirilmişdi və gəmi batırılmışdı. 2. İlk zirehli gəmi 1859-cu ildə Fransanın Toulon şəhərində tikilib istifadəyə verilmişdi və gəminin adı Uğur gəmisi idi. 3. İlk pulemyot 1718-ci ildə İngilis mühəndisi James Puckle tərəfindən ixtira edilmişdir və 11 barabanlı bir çərçivə ilə hərəkətə gətirilirdi. Lakin ilk uğurlu pulemyot isə 19-cu əsrin sonlarında Harry Maximin tətbiq etdiyi Maxim pulemyotu idi. 4. İlk qranatomet 16-cı əsrdən başlayaraq Avropa ordularında tətbiq edilmişdi. Tüfəngə oxşayan, lakin ucu yumru olan silahların ağzına əl qumbarası qoyub atırdılar. Bunlara bombardir deyilirdi. Rusiyada bunları ilk tətbiq edən Pyotr idi. Lakin ilk müasir qranatometlər isə 1915-ci ildə İngilis mühəndisi Weimar Trench tərəfindən tətbiq edilmişdi. 5. İlk dron Nikola Tesla tərəfindən 1898-ci ildə ixtira edilmiş və sınaqdan keçirilmişdi və bu dron radio dalğalarla idarə edilirdi.